izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, mənim Vüsal Kəlbəcər Çağdaş Təhsil Komandasının rəhbəri bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan biz Ağsu rayonunda Dilman kəndindəyik. Bəli, Ağsu rayonunda mən Vüsal Kəlbəcəri 20 il ərzində dəfələrlə gözəl çəkilişlər eləmişəm və o cümlədən də bir müddət əvvəl, bir ay əvvəl gəldik biz bir neçə nəfər müəllimi çəkdik, Çingiz müəllimi, Fədakar müəllimi çəkdik, Təqaüdlü müəllimləri çəkdik və bugünkü gündə Dilman kəndində biz çoxlu sayda şagirdlərdən sorğular apardıq. Bizdə gənc nümunə müəllimlərdən birini təqdim elədilər. İstər müəllimlər təriflədilər, istər şagirdlər, istər valideynlər işini sevən, tələbkar olan bir müəllimi təqdim elədilər. Bir daha sizi xoş gördüm müəllim. Arzu edir ki, ən yüksək adlara layiq olası. Adınız, soyadınız? Əmirov Zahir. Çox gözəl. Zahir müəllim, neçə ildir təhsil sahəsində çalışırsınız? 2 il. 2 ildir təhsil sahəsində çalışırsınız. Və biz arzu edir ki, 2 il yox, inşallah 42 il təhsil sahəsində çalışarsınız. Və bizim arzumuz odur ki, inşallah təqaüdə çıxana qədər əməkdar müəllim adalasınız, tərəqqi adalasınız. Jurnalistin işi bilirsiz nədir, hörmətli izləyicilər? Jurnalistin işi odur ki, mən tənqidçi jurnalistəm, Vüsal Kəlbəcəri, əsas tənqidləri araşdırır. Jurnalistin işi odur ki, ya mənfiləri, ya minusları və yaxud da ki, o cümlədən mənfiləri ictimaiyyətə çatdırır adiyyetin orqanları, ya müsbətləri çatdırır. Biz bu günlərin gəlmişik Kalvada, İdilman kəndində çoxlu sayılı şagirdlərlə sorğular apardıq. Öz zəhməti ilə, öz əziyyəti ilə işləyən müəllimlərdən biri də bizim Zahir müəllimdir. Mən istəyirəm Zahir müəllimi hər kəs tanısın, sizə uğurlar diləyirik. Hansı sən tədris edirsiniz müəllim? Fiziki tərbiyə. Fiziki tərbiyə, çox gözəl. Bu qədər ixtisaslar içində nəyə görə fiziki tərbiyə seçdiniz müəllim? Öz fənnimi sevirəm, çünki uşaqlar stimul verirəm, xoşum gəlir ki, dərs keçdiyim şagird önə gedən hansısa bir yarışlarda iştirak edib qalib gəlir. Özünüz idmanla da məşğul olmusunuz? Bəli, hansı idmanla? Sərbəst güləş. Sərbəst güləş. Güləşsiz sən də. Neçə il məşğul olmusunuz? 2 il. 2 il. Yəqin ki, klublar arasında da Mən zamanlarda da Gəncədə, Bərdə, Ağdamdan geçirdim. Müəllim həm də əslən Ağdam rayonundandır. Ağdam rayonu haqqında qısa bir məlumat verim. Qısa yox, biz geniş məlumat verməliyik. Bax elə bu jurnalımızın üz qabığında olan da Ağdamdandır. Allah rəhmət eləsin. Bu şəhidimiz də Ağdamdandır. İkisi də bax Ağdamdandır. Allah rəhmət eləsin. Ağdam rayonu Azərbaycanın ən çox şəhid verən rayonudur. 10 minə qədər şəhid olub. Mülki vətəndaşdan deyil. 6 min nəfər, 10 min nəfər mülki vətəndaşla bərabər şəhidimiz olubdur. Və o cümlədən də biz demək ki, iki gündə bizim ilk balamız, gözəl balamızla gəlmişik, çəkiliş elədik və həm də müəllimlərimiz və şahidlərimizlə bağlı çəkiliş elədik və sizə uğurlar diləyirəm. Və Ağdamlı balası gəlib bu günlərin Ağsu rayonunda ən ucuz kəndlərdən birində müəllim kimi işləyir. Biz o gün arzu edirik ki, gələn dəfə gələndə görən məktəbin direktorusunuz. Gələn dəfə gələndə görək ki, hansısa mükafat almışsınız və biz də sizə təxmin edirik. Təşəkkürlər, təbrik edirəm. Sağ olun. Sağ olun.